Görün neler yazmışam, yine bir eser yazmışam. Bu halkın taleyinden, derdinden, kileyinden edim sizlere söhbət, belə olubdu bu dəhşət. 88-ci il aranı qatdılar qəfil, köhnə ədavət ilə, Rusun siyasəti ilə, erməni daşnaqları tutdular torpaqları. Xalqı el obasından, yurdundan, yuvasından eylədilər didərgin, hamı əhvalı gərgin, ayrıldı vətənindən, çölündən, səmənindən. Çox su aralı qaldı, ürək yaralı qaldı, gözlənilməz hal oldu, Qarabağ işğal oldu. Gəldi 90-cı il, soyuq qarlı bir fəsil, Qarbaçovun fitvası, SSR imperiyası, Rus hərbi maşınları, Sovet qoşunları, dincə halini qırdı, sağalmaz yara vurdu. Yanvarın 19'u, qanlar əritdi buzu, Bakı tarimar oldu, 20 yanvar oldu. 91-ci ildən Xankəndi getdi əldən, 92 fevralı oldu Xocalı işğalı. 25-i günü gecə baş verib Allah necə, şəhəri talan etdilər, güllə baran etdilər. 63 nəfər uşaq öldürüldülər nahaq, 106 nəfər qadın aldılar şəhid adın, 70'i qoca qarı puç oldu həyatları. 8 büsbütün ailə məhv oldu tamamilə, 487 kəs ömürlü yoldu şikəst. 155 uşağın söndürdülər çırağın, ömürlük dərd aldılar, hamısı yetim qaldılar. 1275'i bilinməz oldu işi, əsir düşdülər hədər, yox neçəsindən xəbər. Bəşəriyyətin haqq səsi, Xocalı faciəsi. 92 mayında, gözəl bir yaz ayında, Qafqazın cənnəti olan Şuşanı etdilər talan. Cıdır düzü topxana, tam boyandı alqana, abidələr, məzarlar, tarixi yadigarlar, muzeylər, idarələr, meçidlər, minarələr, Natəvanın bölgəsi, Vaqifin məqbərəsi, hamısı da talan oldu, xanələr viran oldu. 2 oktyabrda Xocavənd qaldıqlarda, 93'ün apreli getdi Kəlbəcər eli, xəyanətin qurbanı sevindirdi düşmanı. Getdi qızıl mədənim, sücayətim, bəhmənim, o aşıq şəmşir elim, sədəfim, dürrüm, ləlim, sənətkarlar məskənim, şeir, sənət, gülşənim, Murov dağım, dəli dağım, Ceyran bulağı yaylağım, Göyçəyə açılan qapım, mən indi hardan tapım dərdimizin dəvasın. 93 iyul ayı, yenə bəd gördük yayı, Qarabağ itkisində, iyulun 7'sində, hər tərəfi dağ-dərə, əldən getdi Ağdərə. Mehmananın qucağı, qızıl filiz yatağı, hamısı qaldı düşmana, qoydu bizi yana-yana. Bitməmiş bu vəlvələ, yaddan çıxmamış hələ, Ağdərənin ahvayı, 93 iyul ayı, 23'ü axşamı, od bürüdü Ağdamı. Muğamatın qucağı, incə sənət ocağı, xanəndələr diyarı, səxavətin məzarı. Xanəndələr diyarı, səxavətin məzarı, tapdaq oldu düşmana, nifrət Ermənistana. Fred Asifim hanı, Allah verdinin ünvanı, Raqufu hardan alım, getdi Murov Qartalım. 6000 şəhid verib, indi olubdur qərib, Canay Ağdamın halı, yoxdur Qədir Şahmalı. Soldu getdi güllərim, anı sona bülbüllərim, 93 avqust ayı, genə bəd gördük yayı, 23 avqust günü, millətimin pis günü. Talan oldu 2 elim, Cəbrayılın Füzulim, bir gündə ikisi getdi, bunu da xəyanət etdi.
Qarabağın bir bucağı, Seygah İslam ocağı, Seyid Əşrəfin yeri, Kərəm kəramət piri, Canay Füzulim mənim, qədim insan məskənim. Ayıl ey millət ayıl, gör haradır Cəbrayıl, mələk adıdır adı, nə qədər Seyd övladı, yurt seçib o ünvanı, müqəddəsdir hər yanı. Tərəkəmələr yaylağın, köçərilər oylağın, gəzəm araz boyunca, seyr eləyəm doyunca, nəfəs alam dərindən, keçəm xudafərindən. Füzulim talan oldu, Cəbrayıl viran oldu, yenə də bir həftə sonra Qubadlı düşdü tora. Avqustun 31-i getdi Əliyarın yeri, Zəngəzurun dağları, bağçaları, bağları, igidlərin diyarı, əzəməti vüqarı. Bərgüşatım həkərim, axan qəmim kədərim, xainləri tutduran, şuraya qan udduran, gücü dağların seli, qaçaq nəbimin eli. Dözülməzdi bu dəhşət, nə cür dözdü bu millət, bu qədər çəkdi dərd qəmi, hələ bunlar azmış kimi, növbəti qurban oldu, o da Zəngilan oldu. 93-cü ildə əldən getdi bu el,